Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər və valideynlər. Bugün sizlərə 8-ci sinif Azərbaycan dili dərsindən olan tapşırıqların izahını verəcəyəm. İzaha keçməzdən əvvəl kanala abunə olmağı və bəyənməyi unutmayın. Bugün Vaqif obrazından başlanan səhnə uğuru haqqında olan mövzulara baxacağıq. Birinci burada orfoqrafiya hissəsi var ki, rejissor yoxsa rejissor, diapazon yoxsa diapazon sözləri verilib. Deməli, burada birinci hissədəki sözlər doğru sözlərdir. İkinci hissədəki sözlər isə yanlışdır orfoqrafiya. Çünki düzgün yazılış deməkdir. Yəni, düzgün tələffüz demək deyil. İndi keçək mətnə. Adı sənət tariximizin ən parlaq səhvələrində yer alan böyük aktyorlardan biri də Ələsgər Ələkbərovdur. O, həqiqətən dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun səhnədə görünməsi demək olar ki, tamaşanın taleyini həll edirdi. Maktuf, Şahzeyir, Aydın, Heydər bəy, Fərhad və onlarla rolları aktyorun güclü plastikaya və geniş diapazona malik olduğunu təsdiqləyirdi. Lakin iki obraz Vaqif və Otello rolları onun sənət dünyasının ən parlaq və yadda qalan nümunələridir. Bu obrazları Azərbaycan səhnəsində güclü aktyorlar ifa ediblər. Ələsgər Ələkbərovun ifasında isə onlar tamam başqa bir aləmdir. Ələsgər Ələkbərov Vaqif obrazını 28 yaşından oynamağa başlamışdı. Otello tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır. Aktyorun bu rolu qüdrətli bir rəssam kimi tam dolğun, mənalı və səsli yaratdığına görədir ki, indi də çoxlarının xəyalında Vaqif məhz Ələkbərovun oynadığı Vaqif kimi canlanır. Onun ifasındakı Vaqif obrazı teatr tariximizdə qazanılan ən böyük müvəffəqiyyətlərdən biri sayılır. Ədil İskəndərovun quruluşunda Vaqif tamaşası Milli Teatrda düz 1064 dəfə nümayiş etdirilib. Otelloda onun aktyor yüksəlişi yeni pilləyə qalxdı. Bu rol Ələsgər Ələkbərovun yaradıcılıq qələbəsi idi. O, rejissorun yaratmış olduğu imkanlardan layiqincə istifadə etmişdi. Teatr tənqidinin o vaxt bütün Otellolardan daha canlı insan adlandırdığı Ələkbərovun Otellonun hər kəlməsi müstəmləkəçi imperialistlərə qarşı odlu ittiham kimi səslənirdi. Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı lentə alıb aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışlardan düz 17 dəfə bağlanıb və yenidən açılıb. Bir fakt da var ki, rejissor İskəndərov Otello tamaşasında baş rolu Ələsgər Ələkbərova verəndə onunla münasibətləri pis imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov ciddi münaqişədə olduğu Ədil İskəndərov haqqında o məni yaratdı deyirmiş. İndi gəlin keçək digər birinci suala. O məni yaratdı ifadəsi ilə Ələkbərov nə demək istərdi? Yəni, ona demək istərdi ki, Ələkbərov istedadlı idi və bu istedadını biruzə verməyə bu Ədil bəy sanki kömək elədi də. O mənada dedi ki, yəni onun sayəsində mən bu rolu oynadım və o məni sanki öz istedadımı üzə çıxartmağa kömək elədi. Hansı abzasda yad cümlə vardır? Həmin cümləni tapıb mətnə uyğun abzasa əlavə edin. Deməli, baxın bir dənə. Deməli, biz gördük ki, orada abzaslarda Ədil İskəndərovun quruluşunda Vaqif tamaşası Milli Teatrda düz 1064 dəfə nümayiş etdirilib. Bu cümlə burada yad cümlədir. Baxın, burada. Baxın, bu cümlə burada yad cümlə kimi deyə bilərik bunu, yəni bu abzasa sanki biraz uyğunlaşmayıb kimi göstərə bilərik. Daha sonra 3-cü suala baxırıq. Mətndən əsas faktları seçin. Həmin faktları bunları bilirsinizmi? Başlığı altında təqdim edin. Deməli, baxaq. Məsələn, 1905-ci ildə Heydər bəy rolunu oynayıb. Yəni, Heydər bəy rolunda çıxış eləyibdi Ələsgər. Daha sonra Ələsgər Vaqif obrazını 28 yaşında oynayıb və s. Yəni, siz buradan istədiyiniz qədər belə qeydlər, faktlar götürə bilərsiniz.
Daha sonra Ələkbərovun çəkildiyi hansı filmlərə baxmısınız? Onun kino sahəsində fəaliyyətini necə qiymətləndirirsiniz? Deməli, onun Ögey Anada Hüseyn dayı rolunu oynayıb, Böyük Dayaqda Rüstəm kişi rolunu oynayıbdı. Bunu çox yaxşı qiymətləndirirəm. Əgər siz o kinolara baxmısınızsa, orada onun yəni necə bir qüdrətli, necə obrazına yaraşan bir şəkildə onun həm görünüşü, həm səsi, həm üz cizgiləri öz həmişə yaratdığı obrazına çox gözəl, yəni yaraşmışdır. Siz də tövsiyə edirəm ki, izləyib baxasınız. Verilmiş izahları mətndə fərqləndirilmiş sözlərə uyğunlaşdırın. Hər hansı bir müğənni yaxud musiqi alətinin malik olduğu müxtəlif yüksəklikdə olan səslərin məcmusu. Deməli, daha sonra baxaq digərinə. Obyektlərin insan şüurunda obyektiv inikas forması, bədənlə ritmik zərif hərəkətlər göstərmə məharəti. Deməli, bizə 3 dənə söz veribdi və deyir ki, mətndə fərqləndirilmiş sözlər. Baxın, burada obraz sözü var, fərqləndirilmiş. Obraz sözlə yanaşı, məsələn, plastika sözü də var. Daha sonra baxaq, hansı söz var fərqləndirilmiş. Elə bu sözlər var ki, burada da biz plastika sözünün bizə yad sözdür. Bu sözün mənasına baxaq. Plastika sözü yəni heykəltaraşlıq sənəti deməkdir. Daha sonra örnək sözünün sinonimini tapın. Örnək yəni nümunə. Onun sinonimi nümunə sözüdür. Daha sonra 7-ciyə baxaq. Mətnin 1-ci abzasındakı durğu işarələrinin qoyulma səbəbini izah edin. Həmin abzasda sadalama intonasiyası ilə deyilən sözlərin hansı cümlə üzvü olduğunu müəyyənləşdirin. Birincini dedi. Deməli, bizdən mətnin 2-ci abzasını istəyir. Biz də görürük ki, mətnin 2-ci abzası bu hissədir. Yəni, bu hissə buradan bura belə. Bu hissə 2-ci abzas sayılır. Burada da baxaq, bir sadalama intonasiyası, məsələn, burada bir sadalama intonasiyası vergülləri görürük. Yəni, bu sadalama intonasiyası vergüllərin qoyulması da, yəni bunların həmcins üz olmasına aiddir. Yəni, bu vergüllərin səbəbi həmcins üzvlər olmalarıdır. Daha sonra, indi həmcins üzvlər nədir, ona baxaq. Eyni üzvlə əlaqələnən, eyni suala cavab verib, eyni cümlə üzvü olan bərabər hüquqlu söz və ifadələrə həmcins üzvlər deyilir. Məsələn, şərəf və ləyaqət ruhun bəzəyidir. Nə? Şərəf və ləyaqət. Bu ikisi həmcins üzvdür, müftəridədirlər. Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur. Onlar sadalama intonasiyası və tabesizlik bağlayıcılar vasitəsilə bir-birinə bağlanır. Məsələn, Oğuz bəyləri bunu görüb əl çaldılar, gülüşdülər. Burada bax, əl çaldılar kim Oğuz bəyləri, gülüşdülər kim Oğuz bəyləri. Bax, xəbər həmcins üzvlü işlənibdir. Bütün cümlə üzvlərinin bir də həmcins üzvlü olurlar. Tabesizlik bağlayıcıları da bilirsiniz ki, bölüşdürmə, birləşdirmə, aydınlaşdırma, qarşılaşdırma, inkarlıq və iştirak bağlayıcılarıdır ki, və elə məsələn gah-gahda, ya da, amma isə, lakin, fəqət, nə-nədə, hətta ham elə, eləcə də bunlar deməli bağlayıcılar, tabesizlik bağlayıcılardır. Gəlin 8-ci suala nəzər salaq. 7-ci sinifdə bağlayıcı haqqında öyrəndiklərinizi yadınıza salaraq sxemi tamamlayın. Bağlayıcılardan istifadə etməklə həmcins üzvlü cümlələri qurun. Biraz da uzaqlaşdırım, tam görək. Bizdən istəyir ki, birləşdirmə bağlayıcıları. Birləşdirmə və bir də ilə. Daha sonra cah deməli, cah bölüşdürmədir. Bura bölüşü yazacaq. Bölüşdürmə. Cahdır, cahdadır, ya da bunu belə yaza bilərik. Dahası da var yəni. Daha sonra, yəni, məsələn. Yəni, məsələn, deməli, aydınlaşdırmadır. Bura aydın yazacağım. Aydınlaşdırma. Daha sonra, amma, ancaq, sonra, lakin isə bunlar deməli qarşılaşdırmadır. Bura qarşı yazacağım. Qarşı. Daha sonra iştirak bağlayıcıları, hətta məsələn habelə həm də olsun. Bunlar iştirakdır. Yerdə də qaldı inkarlıq bağlayıcıları, inkar. Bu inkaradakı nədə, belə bir xətt çəkim. Nədə ki. Bağlayıcıları isə inkarlıq bağlayıcılardır.
Daha sonra 9-cu suala baxaq. Mətnin ikinci abzasında həmcinsi üzvlərin hansı vasitələrlə bağlandığını müəyyənləşdirin. Deməli, intonasiya ilə bağlanmışdı. Biz ona baxdıq. Bayaq bir daha baxaq. İkinci abzasında görürük ki, bunlar intonasiya ilə bağlanıblar. Yəni, bir-birlərinə başqa bağlayıcı bir vasitə yoxdur. Daha sonra 10-cu suala keçid edirik. Verilmiş cümlələrdə həmcinsi üzvləri müəyyənləşdirib hansı cümlə üzvü olduğunu deyin. Həm hansı bağlayıcılardan istifadə etsəniz cümlənin məzmununa xələl gəlməz deyə soruşur. Baxaq. Birinci cümlə. Ölməz bu gözəl aləmə idraşla gələnlər, məna evinin sirrini vicdanla bilənlər. Kim ölməz? Gələnlər, bilənlər. Biz burada mübtədanı gördük. Mübtəda. Daha sonra ikinciyə baxaq. Dili qiymətdən salar ucuz söz, hilə, böhtan. Nə salar ucuz söz, hilə, böhtan. Burada da deməli nə gördük? Yəni mübtədaları gördük. İndi ikinci hissəyə keçək. Bura. Şeir mədəniyyət incə sənətdir. İncə ruh, zövq və incə sənətdir. Deməli, şeir nədir? İncə sənətdir, mədəniyyətdir. Ruhdur, zövqdür. Baxın, bu deməli biz xəbəri gördük burada, xəbər. 1843-cü ildən 1846-cı ilə qədər Mirzə Şəfi Friedrich Bodenstedlə Azərbaycan və fars dillərini, şərq poeziyasının incəliklərini öyrədir. Nə edir? Öyrədir. Nəyi? Azərbaycan və fars dillərini, şərq poeziyasının incəliklərini. Deməli, burada da biz tamamlığı gördük. Tamamlıq. Tamamlığın deməli həmcinsliyini gördük. Daha sonra 11-ci suala baxaq. Deyir ki, uyğunluğu müəyyən edin. Əjdər bəy, burada baxın aşağıda da var. Əjdər bəy Aşurbəyovun Yaponiyaya səfər etmiş. Oradan qayıtdıqdan sonra Yapon memarlıq üslubunda Mikado adlı teatrın, indiki Rus dram teatrının binasını tikdirmişdir. Deməli, bu aşağıda da bizə baxın bu variantları verib onlara qruplaşdırmalıyıq. Deməli, bu A-nı hamısını oxuyaq, ondan sonra buna qərar verək. Daha sonra 16-cı əsrdə aktyorlar ya varlıların evlərində, ya da onların evinin qarşısında açıq havada çıxış edərdilər. Afrikadan, Hindistandan qonaq gəlir bizə quşlar, zülm əlində qurtulmuşlar. Səməd Vurğunun şeiri. Deməli, cümlədə həmcins üzvlər işlənmişdir. A-nı biz bura üçüncüyə qoyacağıq. Daha sonra baxaq. Cümlədə tamamlığın əlavəsi vardır. Tamamlığın əlavəsi baxaq. Cümlədə birinci cümlədə var idi. Bura bir plus qoyuram. Daha sonra C-yə baxıram. Cümlədə həm həmcins sözlər, həm də əlavələr vardır. Deməli, biz bunu C-ni birinci cümlədə də gördük. İkinci cümlədə də gördük. Daha sonra D-yə baxırıq. Bu cümlədə həmcins sözlər bölüşdürmə bağlayıcısı ilə bağlanmışdır. Aha, bu da deməli ikinci cümləyədir. Ya da var çünki. Belə olmuş olacaq. Daha sonra 12-ci suala keçid edirik. Ələkbərovun haqqında məlumat toplayıb 15-20 sətirlik cümlədən ibarət kiçik mətn hazırlayın. Onu mətnin uyğun hissələrinə yerləşdirin. Yazdığınız hissənin əsas mətnə uyğunlaşmasına diqqət yetirin. Deməli, belə deyə bilərik ki, Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə başda anadan olmuşdur. Məktəbdə oxuduğu illərdə Ələkbərov klubundakı dram dərnəyinə getməyə başlayıb. Daha sonra 1927-30-cu illərdə Bakıdakı teatr texnikumunda təhsil almışdır. Ondan sonra isə Bakı Türk İşçi Teatrında çalışıb. Burada Hacı Bəxşəli Ölülər əsərində, ikinci Bələdiyyə Hücum kimi əsərlərdə, yəni yadda qalan obrazları canlandırıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nalə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatr Gəncəyə köçürülərkən gənc ailədə Bakıdan Gəncəyə köçüblər. Amma çox keçməmiş onların ailəsi dağılmışdı. Bunu da mətnin, məsələn, onun öz həyatı hissəsinə kimi belə qoya bilərik. Onun həyatı hissəsi kimi qoya bilərik.
Daha sonra aktyorun ən böyük qazancı xalqın məhəbbətidir adlı esse yazın. Buna da qısa mən deyim, bir esse kimi siz qeydlər götürün. Aktyorlar səhnədə və ekranda göstərdikləri performansları ilə insanların qəlbində yer qazanırlar. Bu məhəbbət onların habelə işlərinin, qiymətlərinin anlaşılmasına əhəmiyyətli bir rol oynayır. Xalqın məhəbbəti əsasən sənətçinin ətrafdakı insanlarla birləşməsi və onların hisslərinə cavab verməsidir. Onların səhnədə və ekranda təqdim etdiyi xarakterlər və hərəkətlər insanların ruhlarında dərin izlər qoyur və onlara müdrik və əyləncəli həyat perspektivləri kimi tanış edir. Aktyor bir rolda özünü ifadə etdikdə izləyicilərini həyəcanlandırmaq, təsirləndirmək, habelə onların həyatına təsir etmək üçün, yəni gücünü əlində saxlayır. Onların məhəbbəti və təsiri həm də aktyora bir motivasiya verir. Lakin buradakı ən böyük qazanc onların ödənişləri deyil. Yəni onların aktyorların oradan qazandıqları ödəniş deyil. Ən böyük qazanc onların insanların qəlbinə yol tapmasıdır və insanların qəlbində, ruhunda özlərinə bir iz qoymalarıdır. Onların həyatında bunların aktyorların bir nişanəsinin qalması, onların canlandırdığı şəxsin o tamaşaçının ürəyinə yol tapmasıdır. Əslində, yəni bu məhəbbət əslində bir aktyorun səhnə və ekranda ifa etdiyi işin mənasını və dəyərini anlamaqda əhəmiyyətli bir faktordur. Əgər aktyor həqiqətən işinin peşəkarıdırsa, öz roluna uyğun və çox gözəl peşəkar səviyyədə yerinə yetirirsə, o mütləq ki, xalqın qəlbinə gedən, yəni yolu tapacaqdır və hər kəs ona sevgi, məhəbbət bəsləyəcəkdir. Sonda əlaqə nömrəmizi xatırladım. 055 280 59 24 nömrəsi ilə əlaqə saxlayaraq dərslərimiz haqqında ətraflı məlumat ala bilərsiniz, dərslərimizdən faydalana bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşənədək.